necə qızdırmağa meydana çıxmışdı. Anlayıram. Yox, əslində qızımın yox idi, amma çox halsızıydım. Dünən həkimlər sağ olsunlar, 2 gündür çox əziyyət çəkdilər. Vəbşə pis gündəydim, pis vəziyyətdəydim. Səhər gördüm, düzü hal tapdım özümdə. İstədim ki, Məhsəndən xahiş edim, oynayım, oynamaq istirdim. Çünki belə şeylərə görə oyun buraxmaq istəmirəm. Əlimdən gələn elədim. Oyundan bağlı fikirlərim necədir? Yəni biz qələbə gözləyirik, daha doğrusu hamı qələbə gözləyirdik ki, axır nəhayət kimi bu oyunda qələbə qazana bilər. Əlbəttə biz də qələbə üçün çıxmışdıq oyuna. Buna köklənmişdik. Ondan 2 ildən sonrayaraq həmişə qələbə üçün çıxırıq. Hər zaman da bunu səsləndiririk, deyirik. Düşünürəm qələbə qazana bilərdik. Hətta qazanmalıydıq da. Çünki epizodlarımız çox oldu, amma istifadə edə bilmədik. Əsas olan məğlub olmadıq. Necə düşünürsən bu oyunun, yəni komandaya nə kimi xeyri olacaq ümumiyyətlə? Düşünürəm müdafiə planında komanda olaraq bütün komanda şəklində biz oynamadıq. Tapşırıqları yerinə yetirdik. Nə demişlərsə əlimizdən gələni elədik. Düşünürəm pis təsir bağışlamadıq. Birə-bir mübarizələrdə demək olar ki, üstün idik bütün mübarizələrdə. Qol vurmağa ən çox mane olan şey nə idi? Komanda qol vura bilməyə ən çox nə idi? Mən qabaq kimi müsahibələrində də demişəm. Çalışırıq. Birdən-birə belə deyək, hər bir şeyi düzgün eləmək biraz çətin olur. Əlimizdən gələni eləyirik, təzə uşaqlar da qoşulur. Çalışırıq bunun üstündə ki, komanda olaraq həm müdafiədə, həm hücumda yaxşı təsir bağışlayaq. Ən əsası qələbə qazanaq. Çalışırıq bunun üçün, ümid edirəm ki, gələcək bir gün hər şey yaxşı olur. Qarşıda daha çətin rəqib var Macarıstanla, evdə yoxlamaları var. Yəni qələbə seriyası, qələbəsizlik seriyası oyunda qırıla bilər. Macarıstan güclü komandadır. Düz oyunlarını hələ izləməmişik, amma tanıyırıq, bilirik. İndi oyunlarını analiz edəcəyik, əlimizdən gələni edəcəyik ki, yaxşı oyunla qələbə qazanaq. Belə bir fikir var ki, Azərbaycan Yevaziyasov 5-li müdafiədə futbol oynaya bilir. Yəni 3-lü müdafiə deyək, 5-li müdafiə deyək. Biz futbolçuların verə biləcəyi bir cavab deyil. Biz bura belə deyək, ölkəmizi, xalqımızı təmsil eləmək üçün gəlirik. Bizə nə tapşırıq verirsə, əlimizdən gələn edirik ki, onu yerinə yetirək. Nə azərkeşlərə desən bu formalı verin, ondan sonra digər azərkeşlərə? Mən hər zaman verirəm, çünki əziyyət çəkirlər, gəlirlər, bizi dəstəkləyirlər. Çox vaxt onları belə deyək, sevindirə bilmirik. Mən özümə borc bilirəm ki, ən azından bir forma verək ki, əziyyətlərinə dəysin. Mən bunu özümə borc bilirəm və hər oyunda verirəm. Çox sağ ol, təşəkkür edirəm. Başqa sual var?